Hər vaxtınız xeyir əziz tamaşaçılar və dəyərli izləyicilərimiz, hər birinizi İki Sahil İnternet Televiziyasının efirindən salamlayıram. Bizimlə siyasi baxış verilişini izləyirsiniz. Əziz tamaşaçılar, aprelin 29-da Azərbaycan Respublikası Prezident Administrasiyasının təşkilatçılığı ilə Laçın şəhərinə səfər təşkil edilmişdir. Laçın şəhərində həyata keçirilən infrastruktur layihələri ərazinin beynəlxalq nüfuzunun təsiri və siyasi partiya rəhbərlərinin və bir araya gəlməsi ölkənin demokratik inkişafına necə töhfə verəcəyini bir arada özünü göstərir. Elə bu barədə studiyamızın qonağı ilə həmsöhbət olacaq. Studiyamızın bugünkü qonağı Milli Məclisin deputatı Arzuxan Əlizadədir. Xoş gəlmisiniz Arzuxan müəllim. Xoş gördük sizi. Dəvətimizi qəbul edib gəldiyiniz üçün təşəkkür edirəm. Mən də dəvət edirəm. Çox sağ olun. Arzuxan müəllim, səfərlə barədə ümumi təəssüratlarınızı ayırmaq istərdik. Bu barədə nə demək istərdiniz? Buyurun. Səfərlə bağlı təəssüratlarımız sözün həqiqi mənasında bəlkə də sözlə ifadə edilməyəcək dərəcədə yüksəkdir. Əvvəlcə onu deyim ki, siz də qeyd elədiniz, bu səfər Prezident Administrasiyası yanında Prezident Administrasiyasının siyasi partiyalar və qanunverici hakimiyyətli əlaqələr şöbəsinin bilavasitə təşkilatçılığı ilə reallaşdı və şöbə müdiri Ədalət müəllim konkret olaraq bu səfərlərin əsas təşkilatçısıdır, ideya müəllifidir və bu reallaşan Laçın səfəri sayca 6-cı səfərdir. Biz hələ 2021-ci ilin mart ayının 17-sində ilk səfərə getmişdik Ağdama, ondan sonra Şuşaya 2 dəfə səfər olunub, Zəngilan səfər olub, Xocalı, Xocavənd, Xankəndiyə səfər olub və bu sayda 6-cı səfər. Sizə deyim ki, o Laçının gözəllikləri fonunda, Laçının relyefi və oradakı infrastruktur layihələri də qurulur, o da bir başqa məsələdir, amma təbii gözəlliyi fonunda hesab edirəm ki, fərqli bəlkə də bir qədər səfər idi və olduqca çox xoş təəssüratlar da yadımızda qaldı. Allah bizim şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin və bütövlükdə bu torpaqların geri qayıtması layihəsinin müəllifi cənab Prezident Ali Baş Komandan olaraq çox böyük iş görülübdür əslində. Mən o relyefə baxdım, biz o hissləri əslində Şuşada da keçirmişdik, digər ərazilərimizə gedəndə də keçirmişdik. Siz relyef elədir ki, dağlıq ərazilərdir, orada strateji nöqtələr və ermənilər keçilməz sədlər qurmuşlar və bütün bunları keçərək də biz o torpaqlarımıza 30 ildən sonra yenidən qayıda bilmişik deyə bir qürur hissi var içimizdə. Eyni zamanda, bəli, təbii ki, eyni zamanda həm də bir pərişanlıq hissi var ki, biz illərimizi itirmişik. Biz oradakı infrastrukturlar ilə dağılıb ki, ora çox böyük vəsaitlər qoyulmalıdır. Bilirsiniz ki, artıq Qarabağın dirçəlişinə 19 milyarddan artıq vəsait qoyulubdur. Bu ilki dövlət büdcəsindən də 4,5 milyard vəsait ayrılıbdır və hələ nə qədər görüləcək işlər var. Biz vətəndaşlarımızın, bacı qardaşlarımızın öz doğma yurt yuvasına qayıtması üçün ciddi işlər görülməsinə şahidlik edirik dövlətimiz tərəfindən. Amma eyni zamanda da orada indi evlər tikilir, infrastruktur qurulur, yollar çəkilir yerinə. Arzuxan müəllim, elə bu barədə sualım olacaqdı. Laçın şəhərində həyata keçirilən infrastruktur layihələri bölgənin inkişafına necə təsir göstərir? Təbii ki, çox müsbət təsiri olacaq və biz yol boyu Həkəri çayı üzərində qurulmuş su anbarını da müşahidə elədik, düşdük, orada da baxdıq, bütövlükdə görülən işlərlə tanış olduq. Və gələcək üçün su anbarı ona görə nəzərdə tutulub ki, gələcəkdə həmin ərazilərdə kənd təsərrüfatı layihələrinin reallaşdırılması üçün təbii ki, bu su hövzəsindən istifadə olunacaq. Eyni zamanda Laçına gedən yeni yolun da çəkilişini müşahidə elədik. Çox çətin relyefi olan ərazilərdən keçir. İndi yeni bir yol da çəkilibdir. O yol elə tam hazır deyildi deyə biz o yoldan istifadə edəməliyik, amma tunellər çəkilir, yeni yollar qurulur, yeni infrastruktur layihələri həyata keçirilir. Kəndlər tikilibdir, bərpa olunubdur. Sus kəndi, Bəylik kəndi, biz tanış olduq oradakı görülən işlərlə. Qazlaşma işləri, digər kommunal xidmətlərin artıq. Arzuxan müəllim, bəs şəhərdə inşa edilən məktəblər, xəstəxanalar beləcə bölgənin inkişafına, həmçinin rifaha necə təsir göstərir? Bir mənalı müsbət təsir olacaq. Mən elə ora gəlmək istəyirəm ki, təbii ki, ilk olaraq biz o layihələri həyata keçirməliyik və ondan sonra vətəndaşlarımızın ora qayıdışını təmin etməliyik və ora qayıdışdan sonra da təkcə onların yaşaması üçün indi şərait qurulur öz yerində, amma eyni zamanda məşğulluq problemləri də həll olunmalıdır. Ən vacib olan məsələlərdən biri odur ki, ora qayıdacaq, orada yaşayacaq insanlar məşğuliyyət növləri ilə təmin olunsunlar. Təbii ki, öz relyefinə və infrastrukturuna görə kənd təsərrüfatı
təyinatlı işlərin görülməsi gözləniləcək, amma eyni zamanda digər sahələr üzrə də işlər olmalı. Məsələn, biz ziyarət elədik, orada yeni bir mebel fabriki qurulubdur. Həmin mebel fabrikində də olduq. Orada çox yeni texnologiyalardan istifadə etməklə, yeni avadanlıqlar təmin etməklə orada işlər görülməkdədir və elə Laçının girəcəyindən bizi prezidentin Laçın şəhəri üzrə, Laçın rayonu üzrə xüsusi nümayəndəsi Məsim Məmmədov qarşıladı, müşahidə etdi, görülən işlər və görüləcək işlərlə bağlı ətraflı müfəssəl məlumat verdi. Biz Laçında bir kinoteatr istifadəyə verilibdi. Zamanında orada bir mədəniyyət mərkəzi kimi olubdu, amma ermənilər gedəndə oranı yandırıb gedibdilər. Yenidən qurulubdu, yeni müasir standartlara cavab verən bir müəssisə olaraq yenidən qurulubdu və bütövlükdə bugün Laçında bütün işlər ona istiqamətlənibdir ki, qısa müddət ərzində zamanında bu ərazilərdən köçüb getmiş, indi geri qayıtmaq arzusunda olan sakinlərin geri qayıdışı daha tezliklə təmin olunsun. Onlar üçün şərait yaradılmaqdadır və bir daha qeyd edirəm ki, əsas məsələ də onların məşğulluq probleminin həlli istiqamətində atılan addımlardır ki, bununla bağlı da xüsusi nümayəndə bizə məlumatlar verdi ki, yeni iş yerlərinin açılması ilə bağlı təkliflər var, görülən konkret işlər var, qeyd edədiyim ki, müəssisələrin açılması gündəmdədir və eyni zamanda da bir möhtəşəm layihə də reallaşır Laçında. Bu da Laçın Beynəlxalq Aeroportunun yaxın vaxtlarda istifadəyə verilməsidir. Orada relyefə uyğun olaraq çox böyük işlər görülüb. Yəni düz yerdə o hava limanı salmaq elə də təbii ki, böyük vəsait tələb edir, amma ki, çətinliklər baxımından elə də böyük çətinliyə gətirib çıxarmır. Amma bu cür relyeflərdə beynəlxalq aeroport tikmək, o layihəni həyata keçirmək çox böyük vəsaitlə yanaşı, eyni zamanda çox böyük işlərin görülməsinə də ehtiyac var ki, bu işlər görülübdür artıq. Artıq səhv eləmirəmsə 2 sınaq uçuşları da reallaşıbdır və xüsusi nümayəndə Məsim müəllim də bizə qeyd elədi ki, təxminən bir aydan sonra Laçın aeroportunun açılışı gözlənilir və Laçın belə qısa müddətdə Laçın aeroportunun açılması nə verəcək bölgəyə? Bu bölgə həm də turistik bölgə olaraq inkişaf edəcək təbii ki. Qeyd elədim ki, Laçının gözəlliyi bənzərsiz gözəlliyə malikdir. Yəqin siz də indi bilmirəm Laçında olmusa yoxsa yox, amma yəqin ki, inşallah gedərsiniz siz də, amma video görüntülər var, şəkillər var. Elə o şəkillərdən və video görüntülərdən də bilmək olur o gözəlliyi, amma belə vizual olaraq baxanda tamamilə elə bir təəssürat formalaşır ki, ayrı bir təəssüratdır və təbii ki, bölgənin turistik bölgə olaraq da inkişafına çox böyük əhəmiyyətlidir və bu məsələdə də turistik bölgə olaraq formalaşmasında da aeroportun çox böyük önəmi var. Çünki turistlərin ora rahat gedib qayıtması üçün, eləcə də öz vətəndaşlarımızın rahat uzaq yoldur da istər-istəməz bir 6-7 saat biz dünən keçən Laçın səfər zamanı birbaşa bir o qədər də saat geriyə qayıtmalı olduq. Amma təbii ki, aeroport olandan sonra daha əlçatan olacaq Laçın və turistlərimiz üçün də bu gözəllikləri görmək üçün turistlərin ora bir dəfə gəlişi mən hesab edirəm ki, bəs eləyəcək ki, növbəti dəfə daha çox turist ziyarət eləsin bölgəni. Laçının 2025-ci ilin MDB-nin mədəniyyət mərkəzi elan edilməsi, daha doğrusu yəni mədəniyyət paytaxtı elan edilməsi mədəni platformaya və mərkəzə necə təsir göstərə bilər? Təbii ki, mədəniyyət sahəsində də bir çox işlər görülməkdədir. Biz Şuşada bu mədəniyyət günləri keçirilir. Şuşa əslində Azərbaycanın bir mədəniyyət mərkəzidir elə əvvəldən də. İndi Laçın bu missiyanı öz üzərinə götürürsə, təbii ki, qeyd elədim ki, beynəlxalq aeroportun açılması fonunda, o layihələrin reallaşdırılması fonunda, yeni yol infrastrukturunun qurulması fonunda təbii ki, Laçında bu mədəniyyət günləri keçiriləcək, mədəniyyət mərkəzi elan olunubdur və bu məsələlər də bir mənalı olaraq bölgənin inkişafına, bölgənin ilk növbədə tanıdılmasına və sonraki dönəmlərdə də inkişafına öz əhəmiyyətli töhfəsini verəcək. Ümumiyyətlə, siyasi partiya nümayəndələrinin belə tədbirlərdə iştirak etməsi onların qərarlarına, həmçinin təşəbbüslərinə necə təsir göstərə bilər? İlk əvvələn onu deyim ki, qeyd elədiyim kimi, Prezident Administrasiyasının müvafiq şöbəsi artıq 6-cı səfəri reallaşdırıbdır bölgəyə. Təəssüflər olsun ki, hər kəs bu imkanlardan yararlanmır siyasi partiyaları nəzərdə tuturam. Hazırda mövcud olan 26 siyasi partiyadan 24-ünün sədrləri və sədr müavinləri, nümayəndələri iştirak eləyirdi bu səfərdə. Əvvəlki səfərlərdə də təxminən eyni tərkib olubdur siyasi partiyalar baxımından. Eyni zamanda kütləvi informasiya vasitələrinin rəhbərləri, nümayəndələri,
qeyri-hökumət təşkilatlarının, vətəndaş cəmiyyətinin nümayəndələri, ölkənin ictimai-siyasi mühitində tanınan şəxslər bu səfərlərdə iştirak edirlər və bu səfərlərə getməklə əslində biz təkcə bu həmin bölgələri yenidən görmək deyil. Bu əslində təkcə ziyarət deyil. Bu həm də kənara çox ciddi bir mesajdır ki, Azərbaycan mühitində, Azərbaycan ictimai-siyasi mühitində bir siyasi dialoq mühiti formalaşıbdır. Yeni siyasi münasibətlər formalaşıbdır. Məsələn, şöbə müdiri Ədalət müəllim bütün bu səfərlərdə bizimlə birlikdə, indi avtobusla hələ ki gedilir də bu səfərlərə, bizimlə birlikdə yəni o gedir eyni avtobusda və iştirak edir. Təmaslarımız olur. Eləcə də şöbənin əməkdaşları ilə hakim partiyanın nümayəndələr rəhbərliyində təmsil olunan şəxslərlə. Yəni bu səfərlər həm də səfərlərdə daha yaxşı interaktiv əlaqələr olur, münasibətlər bir qədər də formalaşır, bir çox məsələlərlə bağlı müzakirələr olur. Hətta bəzi məsələlərdə təkliflərimiz olur, ola bilər hansısa belə siyasi müstəvidə bir mübahisələr də olur. Amma təbii ki, bu da bir dialoqun təzahürüdür və bu sözün həqiqi mənasında Azərbaycan Prezidenti cənab İlham Əliyev 2019-cu ildən başlayaraq ölkədə yeni siyasi münasibətlər sisteminin formalaşmasının vacibliyi ilə bağlı bir siyasi iradə qoyubdur ortalığa və bu elə münasibətlərin təzahürüdür ki, biz İkinci Qarabağ savaşında da bütün Azərbaycan cəmiyyətində vahidliyin, birliyin şahidi olduq. Siyasi yönümündən, sosial yönümündən, cəmiyyətdə tutduğu mövqelərdən asılı olmayaraq hər kəs dövlətin yanında oldu və dövlətçiliyə xidmət etməklə kənar qüvvələrə də ciddi mesajlar verildi ki, biz vətənimizin ərazi bütövlüyünün və suverenliyinin bərpa olunması məsələlərində fərqli mövqelərdən, fərqli cəbhələrdən heç bir halda iştirak eləməyəcək. Biz konkret olaraq məsələlərdə güc birlikdə. Bəli, vahid bir gücük və bu da əslində elə qələbənin yarısı idi. Bu 44 günlük müharibədə. Ondan sonraki dönəmlərdə də Azərbaycana təhdidlər elə bitməyibdi ki, müharibə bitib, amma savaş bitməyib hesab edirəm ki, regionda çox böyük işlər gedir, çox böyük maraqların ziddiyyət toqquşması var bu bölgədə və bu baxımdan da Azərbaycanda əvvəlkilərdən də daha artıq birliyə ehtiyac var və bu səfərlər həm də bu birliyə xidmət edir hesab edirəm ki. Bəs Arzuxan müəllim, öz fikirlərinizi öyrənmək istərdik. Bu cür səfərlərin davamlılığı üçün daha hansı addımlar atılmalıdır? Təbii ki, bu səfərlər davamlı olacaq. Biz təkcə ancaq bu bölgələrə getməklə kifayətlənmirik. Eyni zamanda, məsələn, Şuşada beynəlxalq tədbir keçirilirdi. O tədbirdə də iştirak edibdi siyasi partiyalar. İndi digər ölkə əhəmiyyətli, beynəlxalq əhəmiyyətli, region əhəmiyyətli tədbirlərdə də yəqin ki, iştirak nəzərdə tutulacaq və o səfərlər təşkil olunacaq yenidən. Və mən hesab edirəm ki, bu səfərlərdə təkcə partiya rəhbərliyində təmsil olunan şəxslər deyil, eyni zamanda partiya funksionerlərinin də iştirakı olduqca əhəmiyyətli olar. Çünki nə qədər çox bu tərkib genişlənərsə, nə qədər çox siyasi kəsimdə olan insanlar bir araya gələrək təmaslarda olurlarsa, təbii ki, bu bütövlükdə, gələcəkdə də o... Beləsə qarşılıqlı əməkdaşlığın inkişafına daha da töhfə verə bilər. Təbii, çox böyük töhfə verə bilər. Çox sağ olun Arzuxan müəllim, fikirlərinizi bölüşdüyünüz üçün təşəkkür edirəm. Çox sağ olun. Belə əziz tamaşaçılar və dəyərli izləyicilərimiz, bugünkü verilişimizin sonuna gəldik. Nəzərinizə çatdırmaq istərdim ki, studiyamızın bugünkü qonağı Milli Məclisi deputatı Arzuxan Əlizadə idi. Gələn görüşlərə dək.